الحمد لله ذي الفضل والإحسان أحل علينا شهر رمضان وجعله موسما للعفو والغفران وأشهد أن لا إله إلا الله وحده لا شريك له يسأله من في السماوات والأرض كل يوم هو في شان وأشهد أن محمدا عبده ورسوله المبعوث إلى الثقلين الإنس والجان صلى الله عليه وعلى آله وأصحابه والتابعين لهم بإحسان وسلم تسليما كثيرا. أما بعد فاتقوا الله فتقوى الله هي أكرم ما أسررتم وأحسن ما أظهرتم وأعظم ما ادخرتم ولله أمر القلوب ما أعجبها وما أسرع تغييرها وما أشد تقلبها وسبحان من خلقها وجعلها ملوك الأبدان إذا صلحت صلح البدن كله وإذا فسدت فسد البدن كله. Möhtərəm müsəlmanlar, əziz, dəyərli qardaşlar, ilk öncə Allahdan qorxmağı tövsiyə edirəm. Və Allah Taala'nın qorxmaq, Allah Taala'nın təqvası gizlinizdə olan ən hörmətli bir şeydir. İzhar etdiyiniz ən yaxşılıqdır. Və yığdığınız, saxladığınız ən əzəmətli bir şeydir. Allah Taala qəlbləri xəlq edib və elə xəlq edib ki, təəccüblənir insan. Necə tez dəyişir, necə tez çevrilir. Xəlq edib, qəlbi bədənə hakim edib. Bədənin hökmüdarı edib. Əgər salih olsa, doğru olsa, islah olsa bədən hamısı sağlam olur. Yox, əgər fəsada uğrasa, cəsəd, bədən hamısı fəsada uğrayır. Və sonra bil ki, Allah Taala bu ayı, Ramazan ayı fəzilətli edib ayların içərisində. Bu ayda kəlamını, kitabını, Quranı nazil etməklə, hansı ki, insanlar üçün doğru yol göstərəndir, haqqı batildən ayıran dəlillərdir və neymət verib bizə, və elə belə neymət yox, böyük bir neymət, bizi bu aya çatdırmaqla, bizi bu aya yetişdirməklə və neyməti əzəmətlidir, əgər müvəffəq olmuşuqsa, bu ayın ibadətini yerinə yetiririksə, bu ayın orucunu tuta biliriksə, çünki bu ay səbəbdir günahların bağışlanması üçün, səbəbdir oddan xilas olmaq üçün. Kimi çatdırıbsa Allah Taala bu aya ömrünü uzadaraq, bu parlaq günləri ibadətdə keçirirsə, bu əzəmətli gecələri itayətdə keçirirsə, bilsin ki, Allah Taala ona hörmət edib. Özdə elə belə hörmət yox, xüsusi hörmət. Xaslaşdırıb onu, seçdiyi bəndələrindən, hansıları ki, müvəffəq edib, çatdırıb bu aya. Nə qədər insan var, nə qədər şəxs var, fərd var, yaşadığımız toplumun içindən də belə, hansılar ki, əcəl mane olub onlara bu aya yetişməyə, əməlləri sona çatıb. Ona görə də müvəffəq olmusansa, bil ki, xeyirdəsən. Və insanlar heç də Ramazanı qarşılamaqda, Ramazanda itayətdə olmaqda, ibadətdə olmaqda və hətta Ramazandan sonra insanlar heç də hamısı bir səviyyədə deyil. Əksinə fərqlənirlər bir-birlərindən bu Ramazana görə. Onu həm qarşılamasında, həm keçirməsində, həm yola salmasında. Ona görə baxsaq görərək ki, birinci sinif insanlar hansılar ki, bu Ramazanla olan müamiləsi, bu Ramazanla olan bağlılığı adətdir. İbadətdən daha çox adətə çevrilib olar üçün bu Ramazan. Zahirən ibadət edən görünsələr də, bu mövsümü
adət kimi görür. Gecələri oyaq qalmağı, yemək içməkdən ləzzət almağı, ibadətdən çox ona adət kimi gəlir. Və bu ayın ibadətini elə yerinə yetirir ki, başqalarından danlaq görməsin, tənbih görməsin. İstəsən de, xəcalətlə yerinə yetirir bu ayın ibadətini. Və qorxur ki, tən edərlər ona. Ona görə də başqalarının eyb etməsindən qorxduğu üçün müsəlmanların adət etdiyi kimi o da bu ibadətləri adət kimi yerinə yetirir. Heç bir fəzilət ummadan, heç bir fəzilət, heç bir savab qazanmadan, bu ayın tərbiyəsi ilə tərbiyələnmədən, nəfsini bu ayın tərbiyəsi ilə tərbiyələndirmədən, paçlaşdırmadan, nə dil qoruyur, nə göz qoruyur, nə qulaq qoruyur, nə əzalarını qoruyur haramdan. Baxmır halala, harama. Ona görə halı Ramazandan qabaqki kimidir, heç bir fərq yoxdur. Bu Ramazandan onun payı ancaq acılıqdır, susuzluqdur, başqa heç nə. Ona görə bu cür insanlara Peyğəmbər sallallahu aleyhi və səlləmin bu hədisi uyğundur ki, hansı ki Əbu Hüreyra radiyallahu anhu nəql edib sallallahu aleyhi və səlləmlə, hansı ki deyir ki, mən ləm yada qavlə zur vəl-əmələ bihi fəleysə lillahi həcətun ən yada ta'amahu və şərabı. Kim yalan danışmağı, yalancı şahidliyi, ona əməl etməyi tərk etmirsə, Allah Taala'nın onun yeməyini, içməyini tərk etməsinə ehtiyacı yoxdur. Və həmçinin Peyğəmbər sallallahu aleyhi və səlləm bu hədisi ona uyğundur ki, Rubba saimin leysə ləhu min siyamihi illəl-cu. Elə oruç tutan olacaq ki, onun orucdan payı ancaq aclıq olacaq. Və Rubba qaimin leysə ləhu min qiyamihi illəs-sahar. Və elə oruç tutan olacaq ki, onun orucdan payı ancaq gecələri oyaq qalmağı olacaq. Bu bir növ və ya birinci sinif insanlardır bu aya münasibətdə. Amma ikinci qism insanlar hansılar ki, Ramazan ayı daxil olur onlar üçün və sonra çıxır gedir, onların qəlbində heç bir tərpəniş yoxdur. Əzalarında heç bir tərpəniş yoxdur. Təsir etmir Ramazanın nə gəlişi, nə gedişi. Qəlbi titrəmir, qəlbi oyanmır, qəflətdən ayılmır. Əksinə, Ramazan ayı onun üçün ağırdır. Ramazan ayı onun üçün çətindir, məşəqqəti əzəmətlidir. Gəlməsi sanki istənilməyən bir qonağın gəlişi kimidir. Gözləyir ki, nə vaxt o saatlar, o günlər bitəcək, o gecələr gedəcək və azadlığa çıxacaq. Bundan daha da pis, Ramazanın ibadətinə yaxın düşmür. Nə yaxından, nə uzaqdan, nə orucunu tutur, nə ibadətini edir. Halbuki orucunu tutub, bilərəkdən açan üçün əzəmətli cəza gəlib. Peyğəmbər sallallahu aleyhi və səlləmin şahidliyi ilə vəhy olub ona. Əbu Umamə radiyallahu anhu deyir ki, eşitdim. Peyğəmbər sallallahu aleyhi və səlləm deyir ki, beynə ənə naim ətəni rəculən. Bir dəfə mən yatarkən yanıma iki kişi gəldi. Fəəxədə bid-dabi'i fəətəyə bi cəbələn va'ra. Və mənim çiyinlərimdən və qollarımdan tutub sıldırım bir dağın yanına gətirdilər. Fəqalə Sa'd. Dedilər ki, hər ikisi, qalx. Fəqultu inni lə utiqu. Dedim ki, mən bacarmaram. Fəqalə innə sənusəhhiluhu ləkə. Dedilər ki, biz onu sənin üçün asanlaşdıracağıq. Fəsaidtu həttə izə kuntu fi səvail cəbəl izə bi asvatin şədidə. Və qalxdım, elə ki, dağın tam zirvəsində oldum, çatdım, şiddətli səslər eşitdim. Fəqultu mə hədihil əsvat. Dedim, nədir bu səslər? Qalu hədə ivəu əhlün nər. Dedilər ki, bu cəhənnəm
əhlinin hürməsidir və eyniltisidir, səsidir. ثُمَّ انْطَلَقَ بِي فَإِذَا أَنَا بِقَوْمٍ مُعَلِّقِينَ بِعَرَاقِيهِمْ مُشَقَّقَةً أَشْتَاقُهُمْ تَسِيلُ أَشْتَاقُهُمْ demə. Sonra məni gətirdilər bir qövmün yanına, hansılar ki asılmışdılar dizlərinin arxasındakı damarlardan baş aşağı. Üzləri də cırılmışdı, üzlərindən qan axırdı. Qultu mən həulə, dedim kimdir onlar? Qalellezine yuftiruna qablə təhillə savmuhum. Dedilər ki, bu onlar o kəslərdir ki, orucu açmaq halal olmamışdan oruclarını açıblar. Əgər bu orucu tutub açanın aqibətidirsə, gör heç tutmayanın aqibəti necədir? Amma üçüncü qism, insanlar bu aya münasibətdə, bu aya müamilədə, bu ayı qarşılamaqda, ona əməl etməkdə, üçüncü qism, hansı ki, arzu edirəm ki, onlardan olaq. O kəslər ki, izləyiblər bu ayı, istəyiblər gəlişini, gözləyiblər gəlsin, gəlsin ki, orucunu tuta bilsinlər, ibadətini yerinə yetirsinlər, onun savabı ilə uğura çatsınlar, nəfslərini pak etsinlər, fəzilətini istəyiblər. O kəslər ki, Rəbləri çağırıb onları bu aya, dəvət edib, bu ayın ibadətinə onlar da cavab veriblər. Onlara mükafat verməyi öz himayəsi altına alıb və onlar da o mükafata çatıblar. Vəd verib, onlar da buna şəkk etməyiblər. Qəlbləri imanla dolub, köksləri geniş, Allah gizlində olanları, qəlbləri Allahın zikri ilə parıldayan, sevinən, o kəslər hansılar ki, sevinirlər bu aya. Sevinirlər onun gəlişinə. Ne üçün? Çünki bundan qabaq bu aya müvəffəq olmaq üçün səbəbləri götürüblər. Və o səbəblərdən ən birincisi onlar öyrəşdiriblər öz nəfslərini oruca. Hazır ediblər bu çətinliyə qatlanmaq üçün öz nəfslərini. Çünki sünnədə təkcə Ramazan ayının orucu gəlmir. Əksinə sünnədə Peyğəmbərin oruclarından bizə gəlib çatan oruclara baxsan, görərsən ki, sayı hesabı çoxdur. Hər həftənin 1-ci, 4-cü günün orucu, hər ayın ağ günləri, yəni hər ayın 3 gününün orucu, həcc etməyən üçün Ərafa gününün orucu, Aşura gününün orucu, bir gün qabağı, bir gün sonrası, eləcə də Şaban ayının orucu. Bütün bu orucun növləri hansı ki müstəhəbdir, lakin bu ibadəti sevən, ona əməl etməyi ilə əzəmətli orucu hazırlayıb özünü, bu ayın orucuna. Ki, öyrəşsin, oruc tuta bilsin, Allahın təqvasından azuqə götürə bilsin. Ona görə fikir versək sələflərin həyatına, görək ki, onlar həris olublar, nəinki fərzlərə, əksinə nafilə ibadətlərə də. Nafilə ibadətlərə də şiddətli şəkildə həris olublar. Özləri də, ailələri də, həyat yoldaşları, uşaqları, hətta kölələri belə, qulları belə nafilə ibadətlərə həris. Ona görə təəccüblü və təəccüb edəcək bir hekayə var, hansı ki, əzəmətli bir hadisədir. Sələflərin birindən nəql olur ki, biri öz kənizini, yəni kiçik bir qızı, köləsi idi, satır insanlardan birinə. Və Ramazan ayı gələndə həmin ailə hansı ki alıb onu başlayır hazırlıq görməyə Ramazan üçün. Növbə-növ yeməklər alır, evi növbə-növ bəzəklərlə bəzəyir, Ramazanı qarşılamaq üçün. Necə ki əksər insanlar edir. Necə ki əksər insanlar günümüzdə belə edir. Və o qız, o kölə görür onlardan, onu deyir ki, limədə təsnəunə dəlik. Deyir, niyə belə eləyirsiniz? Qalü nəstəqbilə şəhr Ramazan. Deyirlər ki, Ramazanı qarşılamaq üçün. Deyir ki, o əntum lə təsumunə illə fi Ramazan. Siz yalnız Ramazanda oruç tutursunuz. Sonra deyir ki, vallahi ləqəd ci'tu min indi qavmin
Əs-sənətu indəhum kulluha Ramazan. Kəənnəhə kulluha Ramazan. Deyir, mən elə bir qövmün yanından və elə bir ailənin yanından gəlmişəm sizin yanınıza ki, onlar üçün il boyu sanki Ramazandır. Rudduni ileyhim. Məni onlara qaytarın. Və gəlib Həsən ibn Salihdən nəql olur ki, onun da bir köləsi olur, cariyəsi. Yəni bir kənizi olur. Yaxınlarından biri alır onu ondan. Və bir gün təzə ağasının evində olanda gecənin yarısı kəniz qalxıb qışqırır, deyir ki, ya qovməs salat. Deyir ki, ey qövm, namaz, namaz. Və təlaş içərisində qalxırlar, deyirlər ki, soruşurlar ondan ki, həl təlal, fəcr məgər dan yeri sökülür. Yəni fəcr vaxtı girib, fəcr namazı girib, fəqalətu əntum lə tusalluna illə məktubə. Deyir ki, siz yalnız fərz olan namazı qılırsınız. Elə ki, səhər açılır, qayıdır Həsən ibn Salihin yanına, deyir ki, ləqəd bi'təni ilə qovmin su. Sən məni pis bir qövmə satmısan. Lə yusalluna illə fəridə. Və lə yasumuna illə fəridə. Onlar ancaq fərz namazı qılırlar, ancaq fərz orucu tuturlar. Fərudduni, qaytar məni, fəraddəhə. O da qaytarır onu. Ona görə də səbəblərdən hansılar ki, bu üçüncü sinif insanlar bu ayı belə sevir, ona belə bağlıdır. Bilirlər ki, bu ləzzətlər hansılar ki, imtina ediblər bu dünyada, səbəbdir onlar üçün axirət ləzzətlərini əldə etmək üçün. Oruçdanın yeməyini, içməyini, şəhvətini və digər orucu pozan mübahları tərk etməsi Ramazan günü ortası, Allaha itaət edərək, yaxınlaşmaması bu mübahlara bilir ki, səbəbdir əbədi diyarda, cənnətdə davamiyyətli növ-növ ləzzətləri əldə etmək üçün. Ona görə də yəqin olaraq bilir ki, həqiqi ləzzətlər, həqiqi sevinç bu aydan yararlanıb axirət üçün pay götürməkdir. Ona görə Səhl ibn Səd radiyallahu anhu bu ayın ibadətinin əzəmətinə işarə olaraq Peyğəmbər sallallahu aleyhi və səlləmdən nəql etdiyi hədis kifayətdir ibrət götürənlər üçün. Deyir ki, sallallahu aleyhi və səlləm fil cənnəti thəmaniyyəti əbvəb. Cənnətin 8 qapısı var. Fihə bəbun yüsəmmər rəyyan. Onun bir qapısı var, rəyyan adlanır. Lə yədxuluha illə sayimun. O qapıdan ancaq oruç tutanlar girəcək. Həmçinin bu sinif insanlar bilirlər ki, bu ay əzəmətli mövsümdür itaət üçün. Allaha yaxınlaşmaq üçün, yarışmaq üçün. Və bilirlər ki, Allah Taala bu ayda verdiyi mükafatı başqa aylarda vermir. Və bu da təəccüblü deyil ki, sevinirlər bu ayın gəlişi üçün. Darıxırlar bu ay üçün sanki istəklisini arzuladığı kimi. Onun üçün darıxaraq və ondan daha əzəmətli. Niyə də yox? Çünki Əbu Hüreyrə nəql edib Peyğəmbər sallallahu aleyhi və səlləmlə bu ayın əzəməti üçün, bu ayın şərəfi üçün veriləcək mükafatın əzəmətliyini deyəndə ki, sallallahu aleyhi və səlləm kullu əməli ibn Ədəm ləh. Adəm övladının hər bir əməli onundur. İllə siyam, yalnız oruç. Və Allah Taala deyir ki, fə innəhu li. Həqiqətən o mənimdir və ənə əczibi. Onun mükafatını mən verəcəm. Sonra deyir ki, sallallahu aleyhi və səlləm və siyamu cünnə. Oruc qalxandır, yəni qoruyandır insanı. Və izə kənə yevmə səvmi əhədikum fələ yarfus və lə yəsxab. Əgər sizdən biriniz oruclu olduğunuz gün qışqırmasın, səs-küy salmasın, pis əməl etməsin. Fəin səbbəhu əhədun əv qatələhu. Əgər kimsə onu söysə və ya onu ilə vuruşmaq istəsə, fəliyəqul inni imriyun sayım. Desin ki, mən oruçdan kişiyəm. Və bəzi rəvayətlərdə gəlib ki, 2 dəfə təkrarlasın, desin ki, mən oruçdan kişiyəm, mən oruçdan kişiyəm. Birincisini öz nəfsinə xatırlama etsin, ikincisini qarşısındakına. Və sonra deyir ki, sallallahu aleyhi və səlləm, vəlləzi nəfsi Muhammedin biyədi. Muhammedin nəfsi əlində olana and olsun ki,
لَخَلُوفُ فَمِ الصَّائِمِ أَطْيَبُ عِنْدَ اللّٰهِ مِنْ رِيحِ الْمِسْكِ. Oruçtanın ağzının qoxusu Allah yanında misk ətrindən daha gözəldir. لِلصَّائِمِ فَرْحَةً يَفْرَحُمَا. Oruçtanın iki sevinci var. Hansı ki sevinəcək? İzə əftara fərih. Orucunu açanda sevinir. Və izə ləqiyə rabbəhu fərihə bisəvmihi. Və Rəbbi ilə qarşılaşanda, yəni qiyamət günü Rəbbi ilə qarşılaşanda orucuna görə sevinəcək. Allah Teala bizi eşidib faydalardan etsin. Allah Teala bizi necə müvəffəq edib bu aya çatmağa müvəffəq etsin. Bu ayın ibadətini Allahın sevdiyi, razı qaldığı şəkildə yerinə yetirib başa vurmağa, Allah Teala ölkəmizi, digər müsəlman ölkələrini xətadan, bəladan qorusun. Yarımızı bu mübarək ayda bərəkətli etsin. Bizi dünya və axirətdə uğura çatan, səadətə çatan bəndələrdən etsin. Əqulu mə təsmə'un və əstəğfirullaha li və ləkum və li səiril muslimin min kulli zəm fəstəğfiruhu innəhu və ghafurur rahim.